Salam, hər vaxtınız xeyir. Bugün sizinlə 6-cı sinif monitorinqlərə hazırlıq məqsədi ilə Landau Nəşriyyatın yenilənmiş 6-cı sinif monitorinqlərə hazırlıq sınaq toplusundan riyaziyyat suallarının izahına baxacağıq. Birinci izahımız monitorinq 1-in suallarının izahı olacaq. Başlayaq izaha. Başlayaq. Birinci sualımız 45 və 55 arasında neçə mürəkkəb ədəd var deyilir bizə. Biz bilirik ki, mürəkkəb ədədlər 2-dən daha çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyilir və mürəkkəb ədədlər 45-dən sonra gəldiyi dediyinə görə 46, daha sonra 48, 49, 50, 51, 52 və 54. Bunlar hər biri mürəkkəb ədədlərdir. Sayaq, görək neçə ədəd oldu? 1, 2, 3, 4, 5, 6 və 7. Deməli, doğru cavabımız olur 7. 45 və 55 arasında 7 mürəkkəb ədəd var. Keçək növbəti 27-ci sualımıza. 27-ci sualda bizə deyilir 1500 ədədinin sadə vurğularının cəmi neçədir? Biz bunun üçün əvvəlcə 1500-ü sadə vurğularına ayırırıq. 1500-ü sadə vurğularına ayırıldıqda 1500 2-yə bölünür 750. 750 yenə 2-yə bölünür 375. 375 2-yə bölünmür, biz 3-ə bölürük, qalır 125. 125 3-ə bölünmür, 5-ə bölünür, olur 25. 25 5-ə bölünür, olur 5. 5 də 5-ə bölünür, 1. Baxırıq, bizə sadə vurğularının cəmi dediyi üçün biz bunun müxtəlif sadə vurğularının cəmini götürürük. Yəni 2, daha sonra 3 və 5. Üstə gəl 5. Bunlar da cəmi edir 10. Doğru cavab olur A variantı 10. Başlayaq 28-ci sualı həll etməyə. Biz 18 və 32 arasındakı bütün sadə ədədləri axtarırıq. Biz bilirik ki 18 sadə deyil, onun üçün götürmürük. 18-dən sonra gələn sadə 19-dur. Daha sonra 23. Daha sonra 29 və 31. Bu ədədlər növbəti sadə ədədlərdir. Bizə də deyir ki, bərabərsizlik ödəyən bütün sadə ədədlərin cəminə bərabərdir və bu ədədlərin ədədi ortasını tapın. İndi biz bu ədədlərin ədədi ortasını tapmaq üçün bu ədədlərin cəmini biz bölməliyik onların sayına, amma əvvəlki 2 dənə ədədin sayına. Deməli, bunları cəmləyək. Yazaq. 19, üstə gəl 23, üstə gəl 29, üstə gəl 31. Bölünəcək 2-yə. Cavab alınacaq 51. Deməli, bizim 2 cüt ədədimizin cəmi bunların cəminə bərabər idi və onların ədədi ortasını istəyirdi. Ədədi ortasını da tapmaq üçün 2 ədəd olduğu üçün 2-yə böldük və cavabı aldıq 51, yəni A variantı. Keçək növbəti 29-cu suala. 29-cu sualda deyilir, aşağıdakı ədədlərdən neçəsini sadə vurğuları yalnız 2, 3 və 7-dir. Biz bunun üçün bu ədədləri sadə vurğularına ayırırıq. Əvvəlcə 63-ü sadə vurğularına ayıraq. 63 3-ə bölünür, 21 qalır. 21 3-ə bölünür, 7 qalır. 7 7-yə bölünür, 1 qalır. 42 2-yə bölünür, 21 qalır. 21 3-ə bölünür, 7, 7 7-yə 1. 84 2-yə bölünür, 42 qalır. 2-yə bölünür, 21 qalır. O da yenə 3-ə 7, 7-yə 1. Daha sonra 210 2-yə bölünür, qalır 105. 105 3-ə bölünür, qalır 35. 35 5-ə bölünür, 7, 7-yə bölünür, 1. Daha sonra 126. 126 bölünür 2-yə, qalır 63. 63 3-ə bölünür, qalır 21. 21 yenə 3-ə bölünür, 7, 7-yə 1. Bizdə deyirdi, aşağıdakı ədədlərdən neçəsinin sadə vurğuları yalnız 2, 3 və 7-dir. İndi biz baxacaq. 63-də 3 və 7 var. Bunu götürmürük.
42, 2, 3, 7 qəbul olunur. 84 qəbul olunur. 210-5 olduğu üçün qəbul olunmur. 126 qəbul olunur. Deməli, 3 ədəddə sadə vurğular yalnız 2, 3 və 7-dir. Yəni, cavab olur B variantı. Keçirik növbəti suala. Növbəti sualda deyilir, aşağıdakı ədədlərdən hansının sadə vurğu yalnız 2 deyil? Deməli, biz bilirik ki, 8-i sadə vurğularına ayırsaq, 2, 4-ə 2, 2-yə 2, 1 alınır. 32, yenə sadə vurğularına ayırsaq, 2-yə 16, 2-yə 8, 2-yə 4, 2-yə 2, 2-yə 1 alınır. Və 64, yenə 64 2-nin qatı olduğu üçün 32, 2-yə 16, 2-yə 8, 2-yə 4, 2-yə 2, 2-yə 1 və qaldı 18. 18 2-yə böldükdə 9 alınır, 9-u 3-ə 3, 3-ü 3-ə 1. Biz baxırıq ki, 18-in sadə vurğu yalnız 2 deyil. Onun üçün cavab olur D variantı. 30-cu sualda cavab D variantı. Keçək 31-ci suala. 31-ci sualda deyilir, qarşılıqlı sadə ədədlər üçün hansı ifadə yanlışdır? Baxaq A variantında. Ədədlərin ikisi də tək olmalıdır. Biz qarşılıqlı ədədlərdə, sadə ədədlərdə bilirik ki, ədədlər ikisi də tək olsa, onların qarşılıqlı sadə olmaq ehtimalı var. İkincidə deyilir, əbubu 1 olmalıdır. Biz bilirik ki, qarşılıqlı sadə ədədlərin əbubu 1-ə bərabərdir. Bu doğrudur. Ardıcıl ədədlər də ola bilər. Bu halda doğrudur, çünki biz bilirik ki, ardıcıl ədədlər, məsələn 8 və 9, bunlar qarşılıqlı sadə ədədlər. Ədədlərin ikisi də cüt ola bilməz. Doğrudur. Əgər ədədlər cüt olsa hər ikisi də, bu deməli hər iki ədəd 2-yə bölünəcək və burada qarşılıqlı sadəlik ola bilməyəcək. Amma biz bayaq A variantında baxmışdıq. Ədədlərin ikisi də tək olmalıdır. Burada hökm yoxdur ki, ədədlərin ikisi də tək olsun. Bayaqları C variantında baxdıq biz 8-lə 9-un əbobuna və dedik ki, 8-lə 9-un əbobu qarşılıqlı sadə olduqları üçün 1-dir. Amma onlar hər ikisi də sadə idi. Qarşılıqlı sadə idi, amma hər ikisi də tək deyildi. Yəni, hökm deyil ki, ədədlərin ikisi də tək olsun. Deməli, A variantı yanlış cavabdır. Keçək növbəti 32-ci suala. 32-ci sualda deyilir, A ədədi B ədədinin böləndir. Əkəb AB çıxılsın əbub AB ifadəsinin qiyməti nəyə bərabərdir? Əgər A ədədi B-nin böləndirsə, deməli, bunlarda əkəb AB B-yə, əbub AB isə A-ya bərabərdir. Çünki A, B-ni bölən ədəddir. Deməli, əgər bizdən əkəb AB çıxılsın əbub AB-ni istəyirsə, əkəbumuz B çıxılsın A əbub AB-nin qiyməti. Yəni, cavab olur B variantı. Keçək növbəti 33-cü suala. Bir ədədin 20 ilə əbubu 5-ə, 28 ilə əbubu 7-yə bərabərdirsə, bu ədəd aşağıdakılardan hansı ola bilməz? Variantları yoxlayaq. Deyir ki, 20 ilə əbubu 5-dir, 28 ilə əbubu 7-dir. 20 ilə 70-in əbubu 10-dur. Çünki hər ikisi də 10-a bölünür. Deməli, A variantını qəbul edə bilmərik. B variantında 20 ilə 35-in əbubu. 20 və 35, hər ikisi 5-ə bölünür. 20-ni 5-ə böldükdə 4 qalır, 35-i 5-ə böldükdə 7 qalır. Bəli, bunların əbubu 7-dir. 28 ilə əbobuna baxaq. 28 ilə 35-in 28 də 7-yə bölünür, 35 də 7-yə bölünür. Və bölündükdə hər ikisində yerdə qalan ədədlər qarşılıqlı sadə olur. Deməli, 28 ilə 35-in əbobu 7-dir, 20 ilə 35-in əbobu 5-dir. Bizdə hansı ola bilməz deyirdi? B variantı ola bilər. Amma A variantı ola bilmir. Çünki A variantında biz dedik ki, 20 ilə 70-in əbobu nə edirdi? 10 edirdi. Ona görə 20 ilə 70 ola bilməz. A variantı doğru cavabdır. Gəldik növbəti 34-cü suala.
Aşağıdakı ədədlər cütündən hansının əkobu ədədlərdən birinə bərabər deyil deyilir. Biz baxaq A variantına. A-da 12 və 24. 24 12-yə bölünür. 12 də 12-yə bölünür. Deməli, bunların əbubu 24-dür. A variantında əkobu ədədlərdən birinə bərabərdir. Keçək B variantına. B variantında deyilir 15 və 45. Biz bunları burada qeyd edək. 12 və 24. Hər ikisində əbob 24'dür. Əbob. Daha sonra 15 və 45. Əbob bu ədədlər üçün 45'ə bərabərdir. Çünki əbob yox, əkob, üzr istəyirəm. Əkob. Əkoblar 45'ə bərabərdir. Çünki 45 də 15'ə bölünür, 45 də 45'ə bölünür. Daha sonra C variantında 18 və 60'ın əkobu. Biz baxırıq ki, 60 18'ə bölünmür, 18 18'ə bölünür, amma 60 ilə 18 bir-birinə bölünmür. Bunu sadə vurğularına ayırıb da yoxlaya bilərik, amma bunlardan birinin əkobu deyil. Deməli, bizdə cavab D variantıdır. Hər ehtimal biz D variantına baxaq ki, D variantında 4 və 16 verir və biz bilirik ki, 16 4'ə bölünür. Ona görə də burada əkob 16'dır. Yəni, ədədlərdən birinə bərabərdir əkob. Ona görə bizim variantımız bayaq da dediyimiz kimi C variantı burada doğru cavabdır. Keçək növbəti suala. Deyir, hansı ədədlərdən əbubu doğru göstərilmişdir? Ədəd 24 və 32. Əbubu göstərilib 96. Biz bilirik ki, əbub bunların hər ikisinin bölündüyü ədəd olmalıdır. 24 96'ya bölünə bilməyəcəyinə görə və yaxud da 32 A variantında əbub doğru göstərilməyib. Burada A variantı yanlışdır. Keçirik B variantına. B variantında 30 və 40 ədədlərinin əbubu 10 göstərilib. Biz həqiqətən də sadə vurğularına ayıb baxa bilərik. Bunun üçün 30'u 2'yə böləndə 15, 15'i 3'ə 5, 5'i 5'ə 1. Daha sonra 40'ı 2'yə 20, 2'yə 10, 2'yə 5 və 5'i 5'ə 1. Ortaq vurğuları qeyd etsək, görərik ki, 2 vur 5. Həqiqətən də bu ədədlərin əbubu nəyə bərabərdir? 10'a bərabərdir. Yəni, B variantı doğru cavabdır. Biz baxsaq C variantına yenə görərik ki, 12 və 36'da əbob 36 göstərilib, hansı ki, əbob deyil, əkob 36'dır və 14 və 24'də əbob 24 göstərilib, amma 24 olan nə onların əkobu, nə də əbobu ola bilmir. Deməli, doğru cavabımız oldu B variantı. Keçək 36-cı suala. 36-cı sualda deyilir, 41 və 87 ədədləri üçün hansı yanlışdır? Birinci variantda deyilir, A, ikisi də təkdir. Bəli, ikisi də tək ədəddir, 41 və 87. Deməli, bu doğrudur. Daha sonra B variantında deyilir, ikisi də sadə ədədlərdir. Baxırıq ki, 87'nin rəqəmləri cəmi edir 15. Və biz bilirik ki, rəqəmləri cəmi 3'ə bölünən ədədlər 3'ə bölünür. Və 15 də 3'ə bölündüyü üçün bu ədəd nədir? Sadə ədəd deyil. Onun üçün ikisi də sadədir variantı yanlışdır. B variantı yanlış olan variantdır. 36-cı sualda cavab olur B variantı. Qarşılıqlı sadə ədədlərdir? Bəli. Bunlar qarşılıqlı sadə ədədlərdir. Çünki 41 özü sadə ədəddir. 87 isə yalnız 87 isə 3'ə bölünür. Və bu ədədlər sadə olur. Çünki sadə ədədlər onsuz da qarşılıqlı sadə alınacaqdır. Cavab 41 etmədiyinə görə. Və əbubu 1'ə bərabərdir. Təbii ki, qarşılıqlı sadə ədədlərdirsə, bunların əbubu da 1'ə bərabərdir. Bu variantda doğrudur. Yanlış olan variantımız olur B variantı. Keçək növbəti 37-ci suala. 37-ci sualda deyilir, əkob 120-144'ün əbob 120-144'ə nisbəti. Biz bunun üçün belə bir qayda keçmişik ki, əkob AB-nin əbob AB-yə nisbəti bizə ortaq olmayan sadə vurğuların hasilini verir. Yəni, biz bu həlli tapmaq üçün 120 və 144'ü hər ikisinin sadə vurğularına ayıracaq. 120 2'yə bölünür, 60, 30, 2'yə bölünür, 15, 3'ə bölünür, 5, 5'ə bölünür, 1. Daha sonra 144 ayıraq, 2'yə bölünür, 72, 2'yə bölünür, 36, 2'yə bölünür, 18, 2'yə bölünür, 9, 3'ə bölünür, 3, 3'ə bölünür, 1.
Ortaqları qeyd edək. 2, 2, 2'lər və ən sonda da 3 və 3. Yerdə qaldı 5, 2 və 3. Deməli, biz burada əkop, burada göstərim, əkop 120, 144 bölünsün əbob 120, 144'ü tapanda bərabər olacaq. Ortaq olmayan sadə vurğuların hasilinə, yəni 5, 2 və 3'ün hasilinə. 5 vur 2 vur 3. Bu da eləyir 30. Cavabımız oldu 30, yəni A variantı. Keçirik növbəti 38-ci suala. 38-ci bir sualda bizə deyilib ki, uzunluğu 72, eni 30 metr olan sahəyə kvadratlara bölünərək çiçək əkilməsi planlanır. Bütün sahəyə çiçək əkiləcəyini nəzərə alsaq, ən az neçə çiçək əkilər? Biz burada əvvəlcə 72 və 30'un əbobunu tapmalıyıq. Çünki bizə lazımdır ki, 72 və 30'dan ən böyük hansı kvadratları yarada bilərik. Bunun üçün əbob 72 və 30. Tapaq əbobun 72 və 30'u. 72'ni sadə vurğularına ayıraq. 36, 2'ye ayıraq 18, 2'ye 9, 3'e 3, 3'e və 1. 30'u 2'ye bölək 15'e, 3'e 5, 5'e 1. Biz baxırıq ki, ortaq 2'lər və 3'lərdir. Yəni bunların 2 və 3, əbobları 6. Deməli biz bu düz bucaqlını eni və uzunu 6 olan kvadratlara ayırmalıyıq. Onun üçün də biz bu hissəni, yəni 30 olan hissəni 5 hissəyə bölməliyik. Digər hissəni isə 72'ni 6'ya böldükdə 12 hissəyə bölməliyik. 12, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12'ncini buradan belə yaradaq. Biraz balaca oldu. Deməli 12 hissəyə. Biz bilirik, sahə hesablayanda nə edirdik? Bu hissəni vurduq buradakı damaların sayına. Yəni burada bizim var idi 5 damamız, burada isə 12 damamız. Yəni biz bunu hesablamaq üçün 5'i vururuq 12'ye, bərabərdir 60. Deməli biz burada 60 dənə kvadrat yarada bilərik və hər kvadratda bir dənə çiçək əkiləcəyini nəzərə alsaq, deməli cavab 60 dənə çiçək əkəcəyik. Yəni cavab oldu D variantı. Keçək növbəti suala. 39-cu sualda deyilir 24 və 32'nin əbobu neçədir? Biz hesablayaq. Əbob 24, 32 burada qeyd edək. Daha sonra 24'ü və 32'ni sadə vurğularına ayıraq. 3, 3'e 1. Daha sonra 32'ni də ayıraq. 32'ni 2'ye bölürük 16, 2'ye bölürük 8, 2'ye bölürük 4, 2'ye 2, 2'ye 1. Ortaqları qeyd edirik. 3 dənə 2 ortaqdır. Yəni 2 vur 2 vur 2. O da eləyir 8. Yəni cavab olur D variantı. Keçirik 40-cı suala. 40'da deyilir əbob 25, 60 və vurulsun əkob 25, 60. Biz qayda keçmişdik ki, əbobla əkobun hasili əgər eyni ədədlərdirsə, yəni əbob AB vurulsun əkob AB qeyd olunubsa, bunu həll etməyin asan bir yolu var. Əgər bizim düsturumuz əbob A B vurulsun əkob AB edirsə, biz cavabı tapmaq üçün A-nı B-yə vurmalıyıq. Yəni burada da 25 vurulsun 60'ı hesaplamaq lazımdır. İndi biz hesaplayırıq ki, 25 vur 60 edir, bərabərdir 1500'ə. 1500, yəni C variantına. Keçək növbəti suala. Növbəti sualımız bizim 41-ci sualdır və biz 41-ci sualı həll edək. 41-ci sualda deyilir A və B ədədlərinin ortaq olmayan sadə vurğularının hasili 9'dur. Yəni ortaq olmayan sadə vurğuların hasilini biz çox vaxt C ilə işarə edirik. C 9'dur.
Əbub abi. Əbub abi bizə verib ki 8-dir. Bizə deyib ki A və B hasilini tapın. Əbubun özü üçün xüsusi belə bir düsturu var ki, Əbub AB bərabərdir. Kök altında A və B bölünsün 2-yə. İndi bu düsturun başqa bir forması da belədir ki, biz bu düsturda Əbubun kvadratı AB bərabərdir. A və B-nin daha doğrusu C-yə nisbət olmalıdır. Mən burada 2 yazmışam. C-yə. Deməli, bizim əbobumuz 8-dir. 8-in kvadratı bərabərdir. A və B bölünsün. C-miz də olduğu üçün 9. Bura 9 yazıram. A və B bərabərdir. 72 vurulsun. Daha doğrusu başlayın. Üz üstəyəm. 64 vurulsun 9-a. 64-ü də vururuq 9-a. Cavab eləyir 576. Yəni D variantı. Düzgün cavab olur D variantı. Keçirik növbəti 42-ci suala. 42-ci sualdan bizdən əkob tapmağımızı istəyir. Əkob 45, 120-ni istəyir bizdən. Biz bunun üçün 45-i və 120-ni sadə vurğularına ayırırıq. 45 3-ə bölünür 15, 3-ə bölünür 5, 5-ə bölünür 1. 120 2-yə bölünür 60, 2-yə bölünür 30, 2-yə bölünür 15, 3-ə bölünür 5, 5-ə bölünür 1. Və biz ortaqları qeyd edirik. 3 və 5-lər ortaqdır. Deməli, biz əbobda qısaca belə edə bilərik ki, buradakı böyük ədədi götürürük, yəni 120-ni götürürük, vururuq 45-dəki ortaq olmayan sadə vurğa, yəni 3-ə. Burada da cavab edir 360. Yəni 42 və 42-ci sualda 45 və 120-nin əkobu olur 360. B variantı. Keçək növbəti sualımıza. Növbəti sualımız olur 43-cü sual. Və 43-cü sualda bizə deyilir ki, 345 ədədinin neçə sadə böləni var. Biz bunun üçün 345-i sadə vurğularına ayırmalıyıq. Baxırıq ki, 345 3-ə bölünür. Ona görə 3-dən başlayırıq. 3-ə böləndə düşür 115. 115 3-ə bölünmür. Onun üçün 115-i biz 5-ə bölürük. 115-i 5-ə böldükdə düşür 23 və 23 də 23-ə bölünür 1. Bizə sadə bölən dedikdə müxtəlif sadə vurğular nəzərdə tutulur. Ona görə də 3 dənə A variantı cavab olur. Növbəti sualımız 44-cü sual. Deyir ki, aşağıdakı ədədlərdən hansı sadə deyil? Biz burada baxaq, hansı sadə deyil tapaq. 43. 43 biz bilirik ki, sadə ədəddir. Daha sonra gəlir 91. Daha sonra 91. 91'e baxırıq ki, 91 7-yə bölünür. 91'i 7-yə böldükdə cavab 13 qalır. Ona görə 91 sadə ədəd deyil, yəni cavab əslində B variantıdır. Biz gəh baxsaq, görək ki, 79 da sadə ədəddir, 17 də sadə ədəddir. Yəni 44-də bizim cavabımız olur B variantı. Keçək növbəti 45-ci suala. 45-ci sualda deyilir: düzbucaqlı formasında olan futbol sahəsinin uzunluğu 4/3 metr, eni isə 3/3 metrdir. Buna əsasən futbol sahəsinin perimetrini və sahəsini tapın. Biz futbol sahəsini düzbucaqlı formasında göstərsək və desək ki, onun uzunluğu 4/3, eni isə 3/3'dür və bunun perimetrini tapmağa başlasaq, biz əvvəlcə bilməliyik ki, 4/3'ün qiyməti neçədir? 4/3, 4 vur 4 vur 4 deməkdir, yəni 64. 3/3 isə burada göstərim. 3/3 isə 3 vur 3 vur 3 deməkdir. Bu da 27'dir. İndi biz perimetri hesablayanda P bərabərdir futbol sahəsinin perimetri 2 vurulsun 64 üstə gəlsin 24. Bu da eləyir 64 və 24'ün cəmi eləyir 80. 88, 88 də 2 arasında eləyir cavab
Üzr istəyirəm, mən burada 27 əvəzinə 24 qeyd etmişəm. 24 olanda 2 və 91 olur. Orada da cavab 182. Yəni perimetr 182-dir. Sahəsini tapaq, S bərabərdir. Biz bilirik ki, 64 və 27 olmalıdır sahəni hesablayanda. Bu da 1728 edir. Yəni cavabımız olur B variantı, perimetr 182, sahə isə 1728. Keçək növbəti 46-cı suala. 46-cı sualda bizdə natural üstü qüvvətə aid bir sual verib. Göstərim öz üstəm. 2 üstü 4 çıxılsın 2 üstü 2, 3 üstü 2, üstə gəl 3. Bu ifadənin qiymətini hesablamamızı istəyir bizdən. Biz bilirik ki, 2 üstü 4, 2-ni, yəni 4 dəfə öz-özünə vurmaq buraya yazaq. 2 vur 2 vur 2, çıxılsın 2 vur 2. Aşağıda 3 vur 3, üstə gəl 3. Bunun qiyməti eləyir 16 çıxılsın 4. Aşağı eləyirsə 9 üstə gəlsin 3. 16-dan 4 çıxdıqda 12, aşağıda 12. 12-ni 12-yə böldükdə cavab edir 1. Yəni 46-cı sualın cavabı olur 1. Keçək növbəti 47-ci suala. 47-ci sual yenə natural üstü qüvvətə aid bir sualdır. Biz baxırıq 47-ci suala. Yazıb 10 üstü 4 vurulsun 5 üstü, aşağıda 5 üstü 3 vurulsun 2 üstü 3. Biz bilirik ki, onu 5 vurulsun 2 şəklində yaza bilərik. Və üzərində bir dənə 4 var, onu da yazırıq. 5 üstü 3 vurulsun 2 üstü 3. Bunu açsaq 5 üstü 4 və 2 üstü 4 alınır. Burada isə aşağıda 5 üstü 3 vurulsun 2 üstü 3 var. Biz bilirik ki, əgər burada bölmə varsa 4-dən 3 çıxılır. Yəni 5 üzərində 4 çıx 3 vurulsun 2, 4, 2 üzərində 4 çıx 3. Burada 5 üstü 1 qalır, vurulsun 2 üstü 1. Orada eləyir 5 vur 2 bərabərdir, cavab olur 10. Yəni 47-ci sualda cavabımız olur 10. Keçirik növbəti 48-ci suala. 48-ci sual. 48-ci sualda deyilir, Orxan Landau Nəşriyyat evinə aid kitabları rəflərə düzərkən belə bir sıralama edir. İlk rəfə Azərbaycan dili kitablarından 5-in kvadratı qədər, ikinci rəfə riyaziyyat kitablarından 3-ün kubu qədər düzəlsə, rəfdə ümumi neçə kitab olmuş olar? 5-in kvadratı dedikdə 5 vur 5 bərabərdir 25. 3-ün kubu dedikdə 3 vur 3 vur 3 bərabərdir 27. Biz bunları cəmləyirik ki, bütün rəfdəki kitabların cəmini tapaq. Bu da eləyir cavab 52. 48-ci sualda cavab olur 52. Keçək növbəti 49-cu suala. 49-cu sualda bizə belə bir ifadə verib ki, 5 üstü 3 üstə gəl 2 üstü 3 vurulsun 3 üstü 2 yerlərin səhv yazdım, eybi yox. Vurğuların yerini dəyişdikdə hasil dəyişmir. Biz bunu bilirik. Yazıram 5 vur 5 vur 5 üstə gəl 3 vur 3 vurulsun 2 vur 2 vur 2 125 üstə gəl 9 vurulsun 8. Yəni ki 125 üstə gəl 72. Bunu da cavab eləyir 197. Keçək növbəti 50-ci suala. 50-ci sualda deyilib ki, Zəhra və Məryəm Zəhra Məryəmdən 11 yaş böyükdür. Biz Məryəmin yaşına x deyək, Zəhra ondan 11 yaş böyük olduğu üçün x üstə gəl 11 deyək. Əgər Zəhra 2 il sonra anadan olursa, deməli 2 yaş kiçilir. Zəhranın indiki yaşından 2 yaş çıxırıq. Məryəm isə 5 il əvvəl anadan olub, deməli Məryəm 5 il əvvəl anadan olubsa, 5 yaş böyüdüyü üçün onun yaşına 5 yaş əlavə edirik. Onda Zəhra Məryəmdən neçə yaş böyük olardı? Zəhranın Məryəmdən neçə yaş böyük olduğu üçün əvvəlcə bu ifadəni hesablayırıq x plus 9 və x plus 5. İndi bizim işimiz x plus 9-dan çıxmaq lazımdır, x plus 5-i. Burada da x üstə gəl 9 çıxılsın, x çıxılsın 5 və burada alınır cavab 4. Yəni Zəhra Məryəmdən 4 yaş böyük olardı. 50-ci sualın da cavabı edir 4. Növbəti videolarda görüşmək ümidi ilə.
Sağ olun.